Kanal Leon. Benim aziz dostum. Bir memleketteki bir bani Adem. Bu memleketin bayrağını cırarsa, bayrağına tüpürerse, yandırarsa, dini abideleri uçurarsa, dini evleri yandırarsa, demek bu bende yabancıdır. Bunu bilin. Bugün insaniyet ölüp bu insaniyeti öldüren insanların ile özleridir. Bugün dikkat etseniz her şey suni zeka, rakamsal vəziyyətdədir. Bax, belədir. Mənim əziz dostum, yadına gəlirsə, mən telefon qovşaqlarından danışmışdım. Mən çox pis oldum. Bildikdə ki, bütün telefon vasitələri, yeni ev telefonları belə online şəkildə, yəni ki, yeni internet xətti ilə mövcuddur. Bu yaxşı deyil. Bilirsən dostum, mən çox danışmışam bu haqda. Yadına gəlirsə, hər bir işin iki tərəfindən danışmışdım. Yəni ki, hər bir işdə iki tərəf olmalıdır. Nazirlikdən məzarlığa dek. Hər bir işdə, bağçadan ali məktəblərə dek, fabrikalardan zavodlara dek, hər bir yerdə iki tərəf olmalıdır. Bugünün sabahı da var. Mən telefondan danışdım öncə. Bilirsən dostum, təsəvvür et. İnternet yoxdur. Və heç kimlə ünsiyyət bağlaya bilmirsən. Bilmirsən ki, sənin qohum qaran, yaxının, əzizin hardadır? Vəziyyəti necədir? Çünki telefon yoxdur. Hər biri süni zeka ilə tənzimlənib. Bəs köhnə xətlər, nədən onlara sıradan çıxardınız? Axı mən silah sursatlardan da danışmışdım. Baxın, bugün bazardır. Silah sursat bazarı. Süni zeka ilə gündəmə gələn yeni silah sursatlar, raketlər, bombalar, müxtəlif müharibə avadanlıqları, onların hər biri süni zeka ilə idarə olunur. Amma dostum, vallahi billahi, mən bu barədə danışmışdım və yenə də danışıram. Çünki bugün yeri var. And olsun Allah'a. Sənin öz məkanında, hər bir istər Amerikada, istər digər ölkələrdə, mən Amerikanı dedim. Amerikanı siz güclü ölkə bilirsiniz və digər ölkələri. Bu bir bəndənin əlindədir. İstər Amerikanın öz Sputnik olsun, Starlinklər, filan bəhmən, fərqi yoxdur. Özündən nə isə kəşf et.
Sən hər kəsdən məmləkətdə ayrı olsan belə, sənin bütün xətlərin ayrı olsa belə, yenə də səni söndürən olacaq. Bunu bilin. Bircə düymə kifayətdir. Düyməni basırsan, bütün dünya məmləkətlərində hər şey məhv olur, sönür. Nədən bu telefonları sıradan çıxartdınız? Ev telefonlarına. Onları da süni zekaya qatdınız. Nədən belə edirsiniz? Baxın, mən telefondan danışdım. Silah sursatlar bazar. Nə qədər pullar tökürsünüz, milyardlar. Silah sursatlar yığırsınız. Kimlərsə pul qazanır. Sənsə silah yığırsan. İnsanlarsa acından ölür. Və bu milyardlar havaya sovrulacaq. Bir anda. Bir düymə ilə. Bu barədə mən çox danışmışam dostum. Bilmirəm, sən məni dinləmirsən yoxsa yox. Mən bilirəm, sən məni dinləyirsən. Amma nə olardı ki, bu belə olmazdı. Bugün ekologiyadan danışırlar. Hansı ekologiyadan danışmaq olar ki, səmaya, dənizə, torpağa, raketlər, bombalar yağdırılır yağış kimi. Hansı quşdan danışmaq olar? Bütün səmada pərvaz edən quşların da kökü kəsilir. Elə bizim məmləkətimizdə qarğalar ağlayır. Balaca sərçəciklərimiz var idi. Onlar da qeyb olub. Niyə? Siz elə bilirsiniz ki, başqa bir məmləkətlərdə olan bir fəsadlar bizim məmləkətimizə gəlib çatmırmı? Axı, mən dəfələrlə virusdan da danışmışam. Bəli, dənizə bombalar, raketlər buraxırlar. Bəs balıqlar, suda yaşayan canlılar, bəs quruda yaşayan canlılar insanları müharibələrlə məhv edirlər. İmigrant kimi buradan ora, oradan bura gəmiləri, uçaqları, qatarları partladırlar, insanları məhvə gətirirlər və canlıları da bu cür məhv edirlər. Bəs sonra bax budur süni zekanın fəsadları. Düzdür. Əla tərəfləri mövcuddur. Əladır. Amma nə olardı ki, fəsadsız, səliqə səhmanla bunu işlədərdilər. Fəsadsız. İnsanları incitməmək üçün müxtəlif, yəni ki, proqramlar tərtib olunub. Bir insan işə düzəlmək üçün bir neçə yerə gedirdi. Bugün asan xidmət var. Bugün internet var. Bugün əlinizdəki telefon vasitəsilə hər hansı bir məsələni həll edə bilirsiniz. Çünki hər bir hesab kitabınız bu mobil telefondadır. Bu yaxşıdır, əladır. Amma ikinci tərəfi ölümdür. Bəli, insaniyyətin ölməsi, dünyanın məhvə gətirilməsi. Baxın, bir məmləkətdə insanları məhv edirlər. Sanki qarışqa yuvasını tapdaladılar. Bugün İran gündəmdədir. İranı bombardman istəyirlər, etsinlər. Niyə? Niyə? Bu oruc ayında müqəddəs ayda
Allah bunu götürer mi? Elbette ki yok. Allah götürmez. Bir dini lideri məhvə gətirəsiniz. Hansısa bir məmləkəti paramparça edəsiniz. Deyin, barmağınızı qətləyin. Qeyd edin, hansı məmləkətdə ancaq öz milləti yaşayır. Uzağa getməyək. ABD, Amerika Birləşmiş Dövlətləri, aydındırmı? Dövlətləri ayırmaq olarmı bir-birindən? Əlbəttə ki, hə. Mümkündür. Qırmızı xətti keçirsən və ayırırsan bir-birindən. Bax, belədir. Nə edək? Amerika bütün ölkələri, məmləkətləri paramparça etmək mi istəyirsən? Nə? Rayonlara, kəndlərə, bəlkə qəsəbələrə də böləsən. Hər bir qəsəbənin bir bayrağı. Bunu mu istəyirsiniz mənim əzizlərim? Axı söhbət bundan gedir. Bəli, bütün dünyanı mühasirəyə alıb Amerika öz nüvə başlıqlarıyla. Fikri nədir? Bütün dünya millətini qırmaq mı? Öldürmək mi? Ey mənim məmləkətimdə danışanlar, istər partiya sədrləri, istər şərhçilər, jurnalistlər, müxbirlər, yazarlar, hər biri danışır. Tərif edirlər. Mənə çox maraqlıdır. Mənim əzizlərim, harada görmüsünüz ki, bir baş yiyəni tərif etsinlər? Elə isə mən sual verirəm. Sizə fərqi varmı? Sizin başınızı USA yiyir, Çin yiyir ya Amerika yiyir? Yoxdur fərqi. Süni zəka sanki insanları məhv edib. Düşüncə tərzlərinə diqqət edin mənim əzizlərəm. Düşüncə tərzlərinə. Özünə ləqəb qoymuş hər hansı bir adla çıxış edənlər danışırlar, fərqində deyirlər. Bu qədər ölüm itimlər, az qalır adam əti yiyirlər, adamın qanını içirlər. Onlar kimləri tərif edir? Baxın, əqli şuur hansı yerə kimi işləyir mənim əzizlərim, bütün dünya məmləkətləri? Nədən danışırlar? Əlbəttə ki, bəzilərini çıxmaq şərti ilə, bəzi bəndələri. İrana nə vaxt nüvə buraxacaqlar? Nə vaxt İranı bombardman edəcəklər? Bugün, sabah, bir saat əvvəl, yoxsa bir saat sonra? Baxın, görün insanlar nə qədər, yəni ki, şeytan xislətli olublar. Sanki insan deyirlər. Ayıb deyilmi? Hər hansı bir məmləkəti bombardman etmək, insanları məhvə gətirmək sizin üçün qarışqa yuvasıdırmı? Bu biabırçılıqdır. Elə isə düşünüb daşınmayın heç nə haqda. Sizin başınızı kim yiyəcək? Mənə çox maraqlıdır. Vallahi billahi. Mən dostum hərdən qərib qarışdırıram. Bu məndən asılı deyil. Mən Allah eşqinə danışıram. Elə fikirlər hansı üslubda səslənirsə, elə
O cür də demək ki, deməliyəm. Demək ki, məni yozmaq gərəkdir. Baş verən hadisələr, olaylar, mənzərələr, nələr baş vermir? Bunları ki, öncədən bilmək olur, dostum. Təsəvvür et. Dostum, bir qeyd edəm. Bilirsən, hansı film yadıma düşdü? Uzaq sahillərdə. Angelika'nın əlini vurduqda o necə haykırırdı? Bırakın məni, bırakın məni, mənim 9'un yarısında görüşüm var. Bu bir devlet başçısının haykırtısıydı. Başka bir devlet başçısına sanki neyse işare edirdi. Tam farklı üslubda. Yani ki o da baş verdi. O da baş verdi dostum. Bir devlet başçısının bu cür haykırarak başka bir devlet başçısına neyse çattırmak, bu cür davetname göndermek sanki. Bunun yazımı gerekir axı. Əfsuslar olsun ki, mən heç nə qeyd edə bilmərəm. Sadəcə bu dediklərimə çox dərin yazım gərəkdir dostum. Ermənistan uçaklar hazırlayır, pilotsuz uçaklar. Bilirsən dostum, onlara kim yardım edir? Bax elə o yuxarıda qeyd etdiyim haykıran bəndə. Bəli. Bu belədir axı. Hər hansı bir yəni ki, olay, hadisə baş verdikdə o öncədən hazırlaşır. Bəli. Bu olay hadisə deyil, bu sadəcə mənzərədir. Mənzərə. Tamaşa üçün bir mənzərə. Yəni o haykıran bəndənin tamaşası. Mənim müdrik dostum. Yazarsan bu mənim dediklərimə. Əfsuslar olsun ki, mən heç nə deyə bilmərəm. Sadəcə yoz. Bilirsən dostum, təsəvvür et, 3 dostdur. İkisi daha sıxdır. Biri isə biraz o iki yaxın dostdan biraz aralı. Yəni ki, o qədər ona bel bağlamırlar. O mənada. Amma ki, bir balaca sözlərə çəp gəldikdə, onlardan biri elə o aralı qalan dosta tərəf gedir. Ondan ötürü ki, elə sözü çəp gəldiyi bəndiyə
elə onun vasitəsilə badalaq gəlsin. Bu dostlar arasında belə olur həyatda. Dövlətlər arasında baş verənlər. Baxın mənim əslərim yuxarıda nəyə qeyd etdim? Hər bir məmləkətdə, hər bir millətdən, xalqdan, etnik qruplardan, icmalardan yaşayanlar mövcuddur. Həmçinin də Amerika. Amerikanın demək olar ki, bütövləşməsi, bir ABD, yəni ki, Amerika Birləşmiş Dövlətləri olması elə bütün dünya xalqlarının toplumu deməkdir. Yəni ki, kökənli Amerikalılar, Amerikanı yaradanlar elə onlar olub. Yəni ki, hər bir millətə mənsub olan bəndələrin yaratdığı bir dövlət. İndi bu dövlət başqa bir dövlətlərdə nəyi axtarır? Mən İrandan danışdım. İranda da müxtəlif icmalar, etnik qruplar da mövcuddur. Xalqlar da yaşayır. Bu hər bir ölkədə belədir. Bəli. Bilirsinizmi mənim əslərəm? Əgər İrana xətər deyərsə, Amerika düşünüb daşınmasın ki, ona zərbə dəyməyəcək. İran, İraq deyil. Əyətullah Xameneyi başqaları deyil. Asdıqların, kəsdiklərin, güllə ilə öldürdüklərin. Sən axı öz məmləkətində də hər kəsə badalaq gəlirsən. Sənin məmləkətində nələr baş vermir ay Amerika? Hər gün ölüm itim. Sənə nə lazımdır? Neftimi, qazımı, sövdələşməyə get. Nədən bu dinə ölkəni bombardman etmək istəyirsən? Hər bir dövlət öz qırmızı xəttini tanıyır. Bilir ki, bu mənim qırmızı xəttimdir. Və başqa ölkələrə də bəyan edir ki, mən öz qırmızı xəttimi tanıdığım kimi, sən də mənim qırmızı xəttimi tanımalısan. Və hər bir dövlət, hər bir vəclə öz daxilində, belə deyək ki, nuru dilində yığma komandanı nə etməlidir? Qorumalıdır, saxlamalıdır ki, bir bütöv şəkildə qorunsun. Milliyyətindən, etnik qrupundan asılı olmayaraq, hər hansı bir xalqa mənsub olursa olsun, fərqi yoxdur. O mənim məkanımda yaşayır. Mənim məkanımda mövcuddur onun varlığı. Demək, bura mənimdir. Millət də mənimdir. Dövlət də. Qırmızı xəttimi də tanı. Bu hər kəsə şamildir. Bəli, Kürdləri gündəmə gətirirlər. Kürdlər necə mövcud olub İranda? Yaxud elə bizim öz məkanımızda da var. Türkiyədə, Siriyədə və digər ölkələrdə, hər yerlərdə yaşayırlar. Nə edək? Onda bütün dünyada olan qaraçıları da toplayaq, onlar üçün dövlət quraq. Harada? Amerika Birləşmiş Dövlətlərində. Bəli, yerləşdirək ora. Bütün qaraçıları. Bir ərazi onlar üçün təşkil etsin və bütün dünyada olan qaraçıları Amerikanın bir hissəsini yığcam etdikdə bir ştat əmələ gələcək.
Qaraçılar ştatı. Ştatın çoxalacaq. Ne etməliyik? Bütün dövlətlərə qəsəbə-qəsəbə bölməliyikmi? Hər bir qəsəbəyə bir bayraq. Və bu qəsəbələr daha sonra nəyə çevriləcəklər? Terrorçulara, terror qruplaşmaları. Bəli, bu qəsəbə mənim, bu qəsəbə sənin. Bunu mu istəyirsən Amerika? Bu dəhşətdir. Dəhşətdir ki, İranın bombardman olmağını gözləyir millət, dövlət, xalqlar. Bugün vuracaqlar görəsən İranı, sabah vuracaqlar. Sanki qarışqa yuvası dağıdırlar. İnsan bu cür düşünərmi? Bu biabırçılıqdır. Telemekanlarda da vəziyyət köhnə hamam, köhnə tas kimidir. İstəyirdim ki, dostum, bu telemekanlara diqqət edəsən. Bu aparıcıları necə gətirib otuzdururlar orada? Təsəvvür et dostum, bir məsəl gətirim. Düzdür, bu illər uzunu belədir. Sadəcə mən gördükdə əsəbləşirəm. Mənim sadəcə analiz etdiklərimdən bir qeyd. Təsəvvür et. Deyək ki, bu siyasətçi xanımdır, aparıcıdır. Siyasət mövzusunda veriliş aparır. Amma bu telekanalda demək olar ki, verilişlər eyni səpkidədir, adları müxtəlifdir. Eyni, sadəcə xanımları doldurublar ora. Mən Sovetlər dönəmində görmüşəm ki, yəni ki, bilmirəm, səhv etmirəmsə adı Şirməmməddir, şərhçi var da. Müharibə anonslarını verərdi, müharibə haqqında analizələr edərdi, təhlillər edərdi, gözəl danışardı və qonaqları da həmçinin çox möhtəşəm olardı. Bəs bugün bir xanım, siz də məni bağışlayın, sanki ağzına elə bil ki, yemək doldurub. Diqqət et dostum, nə qədər xanımlardır. Hər biri də siyasətdən danışır. Danışır, tez-tez danışır, əllərini, qollarını qaldırır. Bilmirsən ki, nə danışır. Bir cümləni 5 dəfədən deyir. Verilişin yarısı getdi. Yarım saatda danışır. Daha sonra qonağını gətirir. Deməli, qonağı ilə yenidən o mövzunu təkrar edərək çeynə tüpür edir. Danışır, danışır, sonda sual işarəsi qoyur. Bu qonaqlar da nə qonaqlardır? Yəni közlərinə bax. Gəlirlər, onlar da onları başa düşürlər. Onlar da ağzına gələni danışırlar. Demək, bu aparıcı daha sonra hansı səhvləri edir? Qonaq karıxır. Amma o başqa aləmdədir. Düzəliş edə bilmir. Qonağı çaşıb. O da gözlərinə döyərək ona baxır. Aparıcı, müxbir, jurnalist belə mi olmalıdır? Bu axı böyük bir abırçılıqdır. Bəs eşitdiyimə görə Türk mediası ilə bizim telemekanlarımız işləyir, öyrəndikləri yoxdurmu? Ayıbdır axı. Vallahi billahi dostum, bir dəfə baxsan, sən orada mən dediklərimdən çox bir şeyləri gündəmə gətirə bilərsən. Bu biabırçılıqdır. Öz dillərində danışa bilmirlər. Yenə də xarici sözlər və bu qədər bərbad gündə veriliş aparmaq, yarım saat eyni ilə bir sözü çevir tatı vur tatı.
hava hakkında durum. Aziz dostum, dikkat et, hava hakkında proqnoz deyir. Proqnoz yox, hava durumu deməlidir, bu bir. İkincisi, hava durumundan danışır. Demək, bilmirəm, ona vaxt verirlər ki, 5 dəqiqə danışmalısan, ya 10 dəqiqə çıxış etməlisən. O deməli, bir cümləni 5 dəfədən deyir. Bunu başqa telekanallarda da qeyd edirlər. Yəni ki, hava durumu, sən onu səliqə səhmanla qeyd etməlisən. Yaxud yolda baş verənlər. Yəni ki, ilk öncə onları nəyi qeyd edirlər? Yəni ki, yollarda gediş-gəliş hansı vəziyyətdədir, hansı yollar bağlıdır, hansı açıqdır. Bax, onu da bərbad gündə qeyd edirlər. Çox biabırçılıqdır. Telekanallar bu gündədir. Bəli. Mən istəyərdim ki, səliqə səhman olsun bu telekanallarda. Nə olardı ki, sübh çağı, yəni ki, bizim himnimiz səslənmədən öncə 2-3 dəqiqəlik azan səsi gələrdi. Axı biz müsəlman dövlətiyik. Mən dini veriliş dedikdə mənim əzizlərəm. Bunu qeyd edirəm. Yəni ki, səhər tezdən bir dindar bəndə azan səsi eşitdirir və daha sonra hər kəsə dua edir. Hər biriniz axı bir yerə tələsirsiniz, biriniz bağçaya uşağınızı aparırsınız, biriniz məktəbə, biriniz ali məktəbə gedirsiniz, biriniz işə, hər biriniz yol çıxırsınız, hər birinizə dua edəcək. Hər birinizin yolu açıq, avan işıqlı olsun. Bütün işləriniz avand olsun. Bütün arzu diləkləriniz cin olsun. Allahın salamı olsun sizə. Allahın köməyi olsun sizə. Və axşam da həmçinin hər kəsə dua. Nə duası? Hər biriniz işdən arxın yorğun gəlmişsiniz. Kiminiz işinizi tamamlamışsınız, kiminiz yox, yarı-yarımçıq qalıb. O isə sizə dua edir. Fikirləşməyin ki, bugün hər hansı işinizsə yarı-yarımçıq qalıb. Darıxmayın. Hər bir işiniz yaxşı olacaq inşallah. Sabah Allah kərimdir. Və siz də bu duadan sonra şirin yuxuya dalırsınız. Niyə belə olmasın? Mən axı böyük verilişlərdən danışmıram. Sadəcə hər bir insanın qəlbində Allahın duası olur. Bir də ki, Allahı unutmurlar, Allahı tanıyırlar. Və Allah Teala da bizim məmləkətimizi qoruyur. Bütün millətimizi qoruyur. Bəli, heç bir məmləkətdə olmasa belə bizim məmləkətimizdə olsun. Yox, bəyər başqa bir dövlətlərdə mövcuddursa, nədən bizdə belə olmasın? Sadəcə cizgi filmindən də az. Sovetlər dönəmində olan multiplikasiya filmi qədər kiçik bir dua. Himdən öncə nə olsun ki, belə olsun? Bəli, bugün oruç ayıdır. Hər kəs özünü düşünüb daşınmamalıdır. Ətrafına göz gəzdirməlidir. Baxın görən, kim acdır, kim susuzdur, kimin evi uçub, kimin qəbri uçub. Məyər ziyarət ancaq ziyarətgahlardır. Əlbəttə ki, öz məmləkətində də ziyarət edə bilərsən. Hər hansı bir kiminsə ölüsünü bastıra bilərsən. Kiminsə toyunu edə bilərsən.
Bu tek oruçluq ayına şamil değil. Bu insaniyet deyiklikdir. İnsaniyetlik. Mənim əzizlərəm. Üzürlü hesab edin ki, arada dilim topuq vurur, çaşırım. Qüsurlu bilməyin, xahiş edirəm. Birbaşa danışıram. Və bir də ki, bugün nə eşidirəm? Daxili İşlər Nazirliyi, bəli, nəyi qeyd edir, nəyi bəyanat kimi çıxış edərək söyləyir. Valideynlər öz balalarına yiyə dursunlar, diqqət etsinlər. Bəli, sən suçlu müəlliməni bilərsən, direktoru bilərsən, Təhsil Nazirliyini bilərsən ay valideyn. Amma ilk öncə bu günah səndədir. İlk öncə tərbiyəni sən verirsən axı, qundağında, daha sonra qucağında, daha sonra iməkləyəndə gör nə qədər vaxt keçir. Verdiyin tərbiyə nədir? Tərbiyə verməlisən. Nə olardı ki, bütün ailələr, nə olardı ki, biriniz işləyərdi, yəni ki, ana evdə qalardı, övladlarına baxardı, tərbiyə verərdi. Kişi isə işə gedib çörək gətirərdi, çörək gətirən kişi olardı. Nə olardı ki, bu belə olardı? Niyə belə olmasın? Niyə çaşmısınız? Niyə bu telefonlar sizi çaşdırıb? Ailənizi dağıdan da bu telefondur. Ailə qarışıq. Telefonun önündə, internetdə, müxtəlif sosial şəbəkələrdə, Instagramda, TikTokda, YouTube səhifələrində, Facebookda, daha aralarda yoxdular. Ailə qarışıq. Bu nəyə lazımdır? Nədən bu virtual həyatdan çıxmırsınız? Reallıqda yaşayın. Övladlarınızı tanıyın. Övladları qarşılarında olaraq hər biri hər hansı bir sosial şəbəkədə öz-özü ilə danışan bəndə kimi durub. Bilirsinizmi nəyə bənzəyir mənim əzizlərəm? Sanki bu bəndələr hər hansı bir sosial şəbəkədə canlı yayımda olarkən özlərini tək bilmirlər. Amma onları tək bilənlər var və onları güzgüdə özü ilə danışan bəndələr kimi görənlər də var. Baxın, Daxili İşlər Nazirliyi nəyi tövsiyə edir sizə, ey valideynlər? Axı, buna o etməliydi, o da etdi. Niyə? Əsayişimizi qoruyurlar. Tində, bıçaqda, ağac dibində. Nələr görmürlər? Hansı tifil bəndələri görmürlər ki? Biri deyir, anam işdədir. Biri deyir, anam evdə yoxdur, hardadır ana. Biri deyir, valideynlərim işdədir. Bəs bu uşaqlar, nədən dünyaya gətirmişsiniz bu uşaqları? Ey qadın, əgər sənin ərin yoxdursa, məhv olubsa, rəhmətə gedibsə, yaxud boşanmısansa, gözün yenə də övladlarının üzərində olmalıdır. Harada işləyirsən, işlə fərqi yoxdur. Övladlarını diqqətə almalısan. Onlarla bir bərabər olmalısan. Elə bir yerdə işləməlisən ki, fasilədə evinə gələ biləsən. Bəli, bugün nə edirlər? Təzə yola əl atıblar. Kim kimdən uşaq dünyaya gətirdi. Ailə dağıtmalar. Bəli, məyər sən halal çörək mi yiyəcəksən?
yadınızda saxlayın. Başqasının ailəsini dağıtmaqla heç bir xoşbəxtlik heç zaman gündəmə gəlməyib. Olmayıb belə bir şey. Başqa bir ailənin çörəyinə qənim olasan, haram qatasan və özün bu çörəyi halallıqla yiyəsən, bu belə olmur. Ailə dağıdasan, özgə bir qadının kişisindən uşaq dünyaya gətirəsən, bundan nə qazanırsan? Bu, mənim əzlərəm, elə ən böyük fahişəlikdir. Bəli, fahişə o deyil ki, hər gün yüzlərlə kişinin yanında məst xumar olsun, mazaqlaşsın. O onun peşəsidir. Bəli, o öz peşəsi ilə gündəmə gəlib və bəyan edir ki, mən fahişəyəm. Sənsə bu fahişəliyini gizlin saxlaya bilməyəcəksən. Yadınızda saxlayın. Gizlin işvənin axırı fahişəlikdir. Sən elə özün də fahişəsən. Bəli. Yapışırlar varlı karlıların, yəni ki, ərlərindən. Kimin çörəyi var, gedim ondan yapışam. Kim arvadına yaxşı baxır, gedim onun ərini əlindən alam. Məyər bu fahişəlik deyilmi? Əlbəttə ki, fahişəlikdir. Bax, hüquq mühafizə orqanları da bunu gündəmə gətirirlər. Başqa cür izah etmirlər. Bu cür deyirlər. Bugün gündəmə gələn daha bir qeyd. Elektron sigaret. Milli Məclis bunu gündəmə gətirib. Bax elə bu elektron sigaretlər. Onun ləğvi də hüquq mühafizə orqanlarının səlahiyyətindədir. Onlar buna narkotik kimi ləğv qoya bilərlər. Bu bir. Bu Milli Məclisin gündəmini elektron sigaret, yəni ki, ləğvi ilə gündəmə gətirmək olmaz. Bu Milli Məclisi zəbt etmək deməkdir. Hər hansı bir məsələni, ciddi məsələni kənarlaşdırmaq deməkdir. Baxın, nə qədər imdad edənlər var. Haykıranlar var. Baxın, nə qədər öz başına evlər, tikillər tikib, milləti rayonlardan gətirib ora yığanlar var. Bundan danışın. Kimdir bunları edənlər? Mən bugünə kimi deməmişdim, amma bugün deyəcəm. Mən hər zaman bu köndələn qalan binalardan danışmışdım. Amma indi nəyi qeyd edim mənim əsislərim sizə? Baxın mənim əsislərim. Biz böyük şirkətlərdən danışırıq, MTK, məsələn üçün və digər tikinti idarələri. Nə olardı ki, onların ümumiyyətlə hər bir tikinti idarəsi tabi olardı icra hökumətinə, dövlətə. Dövlət səlahiyyətində olardı bu binalar və həllini də bu cür tapardı. İndi qeyd etdiyim tamamilə fərqli bir şeydir. Baxın mənim əslərim, bugünə kimi deməmişdim. Kasıb, fəqir, pul olmayan bir bəndə şərikinə gedib bankdan küllü miqdarda pul götürür və bir şirkət açır. Şərikinə arxasında kimdir arxa dayağı? Bana siz araşdırın, Milli Məclis. Və bina tikir. Binanı satır. Harada tikib, harada satıb. Bundan hər kəs bixəbərdir. Satıb, pulu da götürüb çıxıb aradan. Və bu səbəbdən də binalar yarı-yarımçıq da qalır və tikilib ərsəyə gələndən sonra da insanlar bağır-bağıra qalırlar. Çatlıya-çatlıya qalırlar. Bəs bunlar
ne demektir? Özbaşınalık ve derebeylik. Siz bu derebeyliği getirin gündeme, Milli Meclis'te. Elektron sigaretleri getirmeyin. Bu elektron sigaretler narkotik kimi bir vasitədir. Bu barədə mən çox danışmışam və bu səlahiyyəti almayın hüquq mühafizə müstəvisindən. Bu ləğv onlara məxsusdur. Bəli, necə ki Səhiyyə Nazirliyi tütün məmulatlarının üzərində həkk olunan böyük hərflərlə yazılan, yəni tütün məmulatları insan orqanizminə zərərdir. Bu da Səhiyyə Nazirliyinin bildirişi. Demək, onun da səlahiyyətində öz ləğvi mövcuddur. Və əgər hüquq mühafizə orqanları narkotiklə mübarizə aparırlarsa, demək, onlar bu mübarizəni aparmalıdırlar və ləğvi də onlar qoymalıdırlar. Hər bir nazirliyin öz səlahiyyəti çatdığı vəzifəsi mövcuddur. Məsələn, kənd təsərrüfatını götürək. Mal və məhsullar. O da hər hansı bir xaricdən gələn malların ləğvinə ləğv ola bilər. Bir nazirlik kimi. Hər bir nazirlikin öz səlahiyyətində gördüyü işlər olmalıdır və qoyduğu ləğvlər. Milli Məclis insanların, yəni ki, daxilində baş verənlərdən danışmalıdır. Nədən ağlayırlar, nədən sızlayırlar, nədən qiymətlər qalxır, nədən işıq, su, qaz qalxmalıdır, nədən nəqliyyat vasitələrində artım olmalıdır. Bax, bunları gündəmə gətirin. Bəlkə qiymətləri azaldasınız. Bəlkə insanlar şad hürrəm yaşasınlar bu məmləkətdə, ağlamasınlar. Bəlkə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, yaxud da ki, Hesablama Palatası elə bir filfilə etsinlər ki, pul eskinaslarını artırsınlar. Əməlli başlı məmləkətdə dövrə vursun, yer körəsi kimi, heç kimi ağlamasın. Bu da ola bilər. Bizə dəxli yoxdur ki, Avropa Birliyində, ya NATO blokunda, Amerikada vəziyyət necədir? Bizə vacibdir ki, bizim məmləkətdə vəziyyət necə olmalıdır onlara rəğmən. Onlar biz deyilik. İndi keçin mətləbə. Əsas siz elektron sigaretlərini yox, gündəmə nəyə gətirməliydiniz? Neçənci ildə bu elektron sigaretlər bizim məmləkətimizə daxil olub? Hansı vasitəsilə və kimlər tərəfindən? Uçaqla mı? Qatarla mı? Kim gətirib? Kim öncə bu elektron sigaretlərini, yəni tütünlərini reklam çarxı ilə gündəmə gətirib? Bax, onları siz Milli Məclisin gündəmiyinə gətirə bilərsiniz. Amma ləğvi sizlik deyil. Ləğvi hüquq mühafizəsi müstəvisində mümkündür. Bəli. Bax, onları araşdırın. Bəlkə davamlı olacaq. Dırnaq arası buna ləğv qoyulacaq. Bundan yaxşıları gələcək. Aydındırmı mən nə demək istəyirəm? Bir məsələnin çözülməsini bugün gündəmə gətirmək nə demək? Baxın, illər keçib. İnsanlar məhv olub, alidə olublar tütünə. Bu barədə mən çox danışmışam. Qeyd etmişəm ki, bu alüdəçilikdən azad olmaq üçün yox,
alidə olmaq üçün nəzərdə tutulmuş bir vasitədir. Bu elektron tütün vasitələri, yəni elektron sigaret. Bax, onun kökünü araşdırın. Nədən gündəmə o bəndələri gətirmirsiniz? Kim gətirib? Kömrükdən mi keçib? Əlbəttə ki, bu qaçaq malçılar vasitəsilə məmləkətimizə daxil olmayıb. Bu əməlli başlı reklam çarxı ilə gündəmə gələn bir vasitədir. Və buna bizim məmləkətdə göz yumulub bu günə kimi. Elə sizin özünüz də bugün gözünüzü açmışsınız. Bundan danışın. Aydındırmı mən nə demək istəyirəm? Bəli. Bugün Rusiya-Ukrayna savaşı. Ukraynada nə var, nə yox, bunu mən yaxşı bilirəm. Mən bu barədə çox danışmışam. Rusiyanı yerlə yeksan edirlər, biabır edirlər. Rusiyaya sataşırlar. Ay, irəli gedə bilmir. Məyər Rusiyaya irəli getmək mi lazımdır? Mənim əzizlərim, mən bu barədə danışmışam axı. Əgər irəli getmək vacibidirsə Rusiyaya bir areşnik bir şəhər, iki areşnik ikinci şəhər, üçüncü areşnik bütöv Ukrayna deməkdir. Amma Ukraynaya bu gərəkdirmi? Yox. Durduğu yerdə durmaq. Ona nə lazımdırsa onu istəyir. Sadəcə Ukrayna oyundadır. Kimin oyununda? Məyər o Amerika deyilmi? Vaxtında Zelenskiy nə demişdi? Sənin başına oyun gətirərəm. Sənə bu qədər pul vermişik. Sənin bizə borcun var. Sənə nə qədər silah sursat vermişik. Bugün verməyəcəyik. Nə istəyirsən bizdən? Avropa Birliyindən ya NATO blokundan bizdən. Vuruşa bilmirdinsə, nədən girişmişdin bu müharibəyə? Nə edək, sənə görə mi savaşmalıyıq? Bunlar dəfələrlə deyilməyibmi Ukraynaya? Bugün sadəcə tamaşadır. Bütün dünya tamaşa oynayır, qanlı tamaşa. Bəli, bəzi dövlətlər səsini çıxarmır. Niyə? Çünki bilirlər ki, burada qanlı tamaşa gedir. Baxın, Netanyahu bütün Ərəb ölkələrindən hissə ərazilər qopardı. Gəldi çıxdı Qəzzaya. Qəzzaya isə kim yerləşdirəcək qüvvəsini? Amerika. Məyər bu barədə danışmamışdınmı mənim əzizlərim? Hansı sülh şurasından danışırsınız? Gəlin loru dilində deyək. Sülh hökumətindən. Sülh hökuməti. Şura hökuməti. Əməlli başlı Sovetlər Birliyində olduğu kimi. Bu şura hökuməti nə verəcək? Bu Fələstinlilərə, qan ağlayan bəndələrə, qanı tökülən bəndələr sanki qarışqa kimi əzdilər. Viran qoydular Qəzzanı. İndi kimlər tikməlidir oraları? Bu barədə danışmışam, danışmaq istəmirəm. Nədən danışıram ki? Niyə danışmalıyam ki? Əgər bir dəyişiklik yoxdur, heç kim heç nə edə bilmir. Hər kəs Amerikadan qorxur. Bəli, hər kəs qorxur. Amma bütün məmləkətlər birləşərsə, nədən qorxmalısınız ki? O da sizin kimi bir dövlətdir. Sadəcə adı ABD-dir. Həmişə təmtəraqla dediyiniz Amerika, Amerika. Nəyindən qorxursunuz? Baxın görün Amerikanın daxilində nələr baş verir. Amerikaya. Amerikanın elə 100 mərtəbə binaları da hər biri, bilirsinizmi mənim əzizlərim,
Nəyi xatırladır mənə? Yadınıza gəlir? Mən qoruq haqqında danışmışdım. Bax o 100 mərtəbəli binaları təsəvvür edin ki, bir qoruqdur. Deməyə məndən olsun, yazmağı sizdən. Bəli. Amerika üçün hürmətim istər öz məmləkətimdə, istər digərində heç nədir. Baxın görün nələrin üstü açıldı və sustular. Qan içənlər, adam əti yiyənlər. Baxın, yırtıcı canavar dovşanın dalınca qaçar. Amma canavar canavarı parçalamaz, yeməz. Amma baxın, insanlar nə qədər vəhşidir. İnsan insanı yiyir. Bəli. Deyək ki, piştaxtalarda ətmi yoxdur. Vəhşi heyvanlar aləmində, yəni ki, bilirsinizmi, bir-birini yemək nə vaxt mövcud ola bilər? Qida olmasın, ac qalsın, özünü qurtarmaq üçün. Yəni ki, bir-birini yiyə bilərlər bu vaxt. Amma insan nə qədər vəhşidir. Və bu vəhşiliklərə göz yumanlar. Bugün İranın bombardman olmasını gözləyənlər, bu müqəddəs ayda, oruc ayında İranın bombardman olmağını gözləyən bəndələr, danışan bəndələr nəyi söyləyirlər? Bugün partladacaq, yoxsa sabah? Elə bil ki, qarışqa öldürürlər. Ya həşərat. Belə düşünənlərə. Bəli, teleməkanda oturub baş yiyənlərdən danışırlar. Elə isə baş yiyəni tərif edirsənsə, fərqi nədir sənin başını kim yiyəcək? Baxın mənim əzizlərim, mənə bilirsinizmi nə maraqlı gəlir ki, bu insanlar doğrudanmı, yəni ki, əməlli başlı şeytanlaşıblar, ya zehinləri yoxdur, ümumiyyətlə beyindən mövcud deyirlər, düşünmək tərzləri belə yoxdur. Baxın, bütün dövlətləri paramparça edən, insanların qanına susayan, insanları qarışqa bilən, hər bir dövlətə hücum edən, dövləti alqışlayırlar. Bugünsə o dövlətdə baş verənlər və o dövlətdə ərsəyə gələn məsələlər, yəni Epstein məsələsi və yenə də tərif maraqlıdır, çox maraqlıdır, çox maraqlıdır. Mənim əziz dostum, mən istəyərdim ki, hicab mənim bütün dediklərimi yozasan. Yuxarıda dediklərimdə bəzi bir məsələlərin üstünü aça bilərsən. Haykıran dövlət başçısına və digər məsələlərə. Bəli. Bugün İrana bombardman edən olarsa, o Allahın qəniminə çevriləcək. Demək,
Allah'a şək edən olacaq. Və Allah onu cəzalandıracaq. Və böyük bir xalqlar tərəfindən lənətlənəcək. Bəli, İran nüvə bəhanədir. Bax, nədən İsrailin nüvəsindən söhbət açılmır? Belə çıxır ki, Amerikanın prezidenti Donald Trump deyil, Netanyahu'dur. Bəli, Netanyahu deyir ki, sənin raketlərin də mövcud olmamalıdır. Niyə? Xeyr ola, səndə olsun, İranda olmasın. Hər bir ölkənin silah sursatları mövcuddur və olmalıdır. Niyə İranda olmamalıdır ki? Niyə sən atasan, o əllərini sallasın? Sənə cavab verməsin? Nədən oturmursan yerində, sakit qalmırsan, ərəb ölkələri ilə mehriban dolanmırsan? İran gör haradadır? Səndən nə qədər uzaqdadır? İranla nə işin var? İran nədən lənətləyir sizə? Çünki siz onu lənətləyirsiniz ilk öncə. Bəli, mənim əzizlərim, görün nə qədər insanları səfeh bilirlər ki, deyir ki, İranın nüvə silahı olmamalıdır, nüvə başlıqları olmamalıdır, bombaları, raketləri, uzaq mənzilli raketləri mövcud olmamalıdır. Bəs nə olmalıdır? Heç nəsi. Bəs niyə İran sən cavab vermirsən ki? Bəs nədən sən silah sursatlarını başqa bir dövlətlərə təhvil vermirsən? Nədən səndə nüvə silahı olmalıdır, ey İsrail? Səndə laboratoriyalar, gizli laboratoriyalar mövcuddur, insanları məhvə gətirən nə qədər sənin cihazların var? Məyər insanlar unudublarmı mobil telefonları? Məyər unudularmı İranda nümayiş zamanı gözlərin çıxarılması? Bu nədən xəbər verirdi ki? Bu mənə. Necə ki, mobil telefon vasitəsilə gözləri çıxarmışam, orada da nişan insanların gözlərinə tuşlanmışdı. Bütün bəndələrin gözləri çıxmışdı. Niyə? Ona görə ki, becikən göz həkimidir? Yox, ona görə yox. O demək istəyirdi ki, bu mənəm. Göz çıxaran mənəm. Quşu gözümdən vururam. Amma hər kəs İranı suçlu bildi. İran suçlu deyil. İran öz nümayiş iştirakçılarını əlbəttə ki, nizamlamaq üçün çalışırdı. Hər bir vasitə ilə. Bəli. Amma bu qədər ölüm itim, bu İranın mı əl işidir? Əlbəttə ki, yox. Bunu bu vəziyyətə gətirmişdilər ki, İranın daxilinə soxulsunlar. Bəli, daxilinə giriş etsinlər və paramparça etsinlər, İranı məhv etsinlər və neftinə, qazına sahib olsunlar və İran millətini müflis görsünlər. Mən yazıqlar olsun İran millətinə ki, haykırır ki, gəl, Amerika kömək et bizə. Məyər kimə kömək edib? Slovakiyaya bənzəmək mi istəyirsən, Çexoslovakiyaya? İraqa mı, ərəb ölkələrinə mi, Yəmənə mi bənzəmək istəyirsən? Hansı çörək yiyir, sən yiyəsən? Libnana mı bənzəmək istəyirsən? Hə? Çörək istəyəndə bir bombardman edirlər. Hə, sözü ağzında qalır. Yəmənə mi bənzəmək istəyirsiniz? Libnana mı? Suriyə mi? Axı sizi Suriyaya çevirmək istəyirlər. Suriya vəziyyətinə salmaq istəyirlər. İraq vəziyyətinə. Bunu mu istəyirsiniz? Məhz sizə çörək mi verəcəklər? Əlbəttə ki, yox. Bugün çörəyiniz var. Dövlətinizi quruyun.
dövlət bütövlüyünüzü. Qalan bir işlər sövdələşmə ilə yoluna gələr. Çörək olar, inşallah. Məyər ərəb ölkələri belə edirmi? Öz dövlətini xar edirmi? Yox. Baxın, xar etməkdən danışdım. Bizim millətdən olan, xarici dövlətdə yaşayan bəndələr. Baxın mənim əzizlərim, mənim əziz dostum, mənim IT videolarımı yəqin ki dinləmirsən. Yadına gəlirsə, mən hər IT videomda nəyə qeyd edirəm? Deyirəm ki, əgər onların çörəyi olsaydı, onların işi sənəti olsaydı, onlar sosial şəbəkələrdə pul dilənməzdilər, pul yığmazdılar. Yəni ki, söyüşlər söyülməzdi və digər başqa bir hərəkətlər də etməzdilər. Çünki onlar axırıncı adamlardır. Bəli, əgər onlar əsil jurnalistdirlərsə, blogerdirlərsə, nədən yaşadıkları dövləti tərənnüm edən videolarla paylaşmırlar? Orada çatışmayan bir cəhətləri işıqlandırmırlar. Bu barədə danışmışam mənim əziz mehriban dostum. Yəni ki, əsil jurnalist, sən Almaniyada yaşayırsan, Fransada yaşayırsan, İsveçrədə yaşayırsan, hansı ölkədə yaşayırsan, Amerikada mısan? Amerikanı göstər, göstər. Əməkdaşlıq et bizim xəbərlərlə. Əgər sən orada oturub verilişin adını da, yəni ki proqramın adını da, teleməkanın adını da Azərbaycan qoyursansa, bax buna ləğvi qoymaq lazım deyil Milli Məclis. Bu mümkün məsələdir. Bəli, hər bir ölkədə səfirliyimiz mövcuddur. Bu barədə də danışmışam. Nədən bunları etmirsiniz? Nədən? Axı bu mövcud məsələdir. Bu gündəmdə olan məsələdir. Siz əgər onları ifşa etsəniz, hər bir ölkənin səfirliyinə tapşırsanız ki, bir qovluq hazırla, onların çıxışlarını, yəni ki bu insanlar hansı məhzəbə qulluq edirlər, nə işlə məşğul olurlar, kimə işləyir bu bəndələr, heç bir məmləkətə, heç bir dünyanın başqa bir diyarlarda satqın gərək deyil həmən məmləkətə. Bəli, onlar bizim məmləkətdə hüquq mühafizə orqanlarında, yəni qeydiyyatdadırlar, elə deyilmi? Demək onlarla səfirlik bacara bilər. Yəni ki onların hər biri ilə biz, yəni ki istədiyimiz bir şeyləri əldə edə bilərik. Bu barədə də danışmışam. Bilirsinizmi? Hər bir vəziyyətdən çıxış yolu var. Hər bir yol var. Bəli. Onlar çıxış edirlər. Azərbaycanı söyürlər, milləti, hər bir bəndəni. Hansı biri bizim məmləkətə giriş edə bilər? Elə onları, yəni ki, uçaqdan düşəndə, qatardan, ya gəmidən düşəndə məhv edəcəklər. Niyə? Çünki bütün Azərbaycanı söyüblər. Hər bircə nəfərin nəsil nəcabəti var, mövcuddur. Bir söyüşə görə bir bəndə digərinin içalatını tökür. Başını kəsir, baltalayır. Məyər bu belə deyilmi? Onlar necə gələ bilərlər məmləkətə? Odur ki, şərti şunda kəsmək lazımdır. Dəmiri isti-isti döyərlər. Mən bu barədə baxın görün nə vaxt danışmışam. Demişəm ki onlar əgər jurnalistdirlərsə, nədən yaşadıqları məmləkəti gündəmə gətirmirlər? Nədən o xarici məmləkətdə yaşayaraq o məmləkəti işıqlandırmırlar, onların problemlərindən danışmırlar, orada baş verənləri bizə ötürmürlər? Demək onlar kimlərdir? Kimlərdir onlar? Sual işarəsi. Demək, bunu bacarmaq lazımdır. Mən bu barədə çox öncə danışmışam və bu gün danışmaq fikrində deyildim. Sadəcə xar olmaqdan, İrandan danışdıqda qeyd etdim. Çünki danışdığım mövzular haqqında nədən danışıram? Dinləmək olar. Yəni, bütün IT videolarım yerindədir. Biraz kobud danışıram dostum. Bilirsən, qripəm. Boğazım da bərk ağrıyır. Elə ona görə də bağıra-bağıra danışıram. Bağışlayın ki, sura baxmayın mənim əzizlərim. Xəstəyəm, amma danışıram.
Çünkü danışmalıydım. Bilirsiniz mi, benim əslərim, her bir yolu var. Her bir yola geçmek için atlamak lazımdır. Çünkü her bir yollarda da çala çakmaklar olur. Çala çakmaklar, kuyular. Her bir yol düz olmuyor. Demek atlamak lazımdır. Yol tanımak lazımdır. Bəli. İran silah sursatlarını məhv etməməlidir. Aradan çıxarmamalıdır. Yəni ki, hər bir ölkədə silah sursat mövcud olduğu kimi İranda da mövcud olmalıdır. Heç kimin yəni ki, səlahiyyətində deyil ki, İrana əmr etsin ki, silah sursatlarını yığışdır. Bu İsrail deyir və mən mat-məətəl qalıram ki, İsrailin dediklərini bəzi bəndələr təkrar edir ki, bu belə olmalıdır. Kim istəyir bunu? Netanyahu. Netanyahu sənin başını yemək istəyir. Qoy yesən, imkan ver. Bilirsiniz mi, mənim əslərim, mən istəyərdim ki, elə, bax, belə danışan bəndələrin başını Netanyahu yesin. Görün, nə qədər insan geri zekalı olmalıdır ki, insanları məhvə gətirən, istər İsrail, istər Amerika, fərqi yoxdur. Təsəvvür edin, Donald Trump'ı idarə edən Netanyahu'dur. Elə Netanyahu Amerikanın prezidentidir. Belə fikirləşin. Məhər görmürsünüz mü? Netanyahu nəyi buyurur, Donald Trump da onu edir. Niyə görə? Düzdür, bəzi gizlilər var, onları deyə bilmərəm, qeyd edə bilmərəm. Amma Netanyahu'nun sözü keçərlidir. Görmürsən, deyir, mən bunu istəyirəm, onu istəyirəm. Deyək ki, uşağıdır, Donald Trump'ın uşağıdır Netanyahu. Yox. Deyəsən elə Netanyahu özü Donald Trump'ı çocuk bilir və oynadır əlində. Qoy oynatsın. Qoy oynatsın. Deyir ki, nişangaha al İran'ı. İran nişangaha alındıkta sen özün de nişan alınacaksan, hedef olacaksan. Neye göre insanlarına rəhmin gəlmir? Meğer bütün memleketindeki bəndələrin Netanyahu senin davamçılarındır? Elbette ki yok. Odur ki İran sənə silah sursatlarının ləğvindən söz açdıqda sən İsraildə olan gizli laboratoriyalara gündəmə gətir və bütün dünya alimlərini İsrailə göndər. Xahiş et, gedin araşdırın. Baxın görün yenə nə qədər telefonlar mövcuddur, göz çıxarsın. Başqa bir avadanlıqlar. Bəli. Amerikadan və İsraildən qorxmaq lazım deyil. Onlar da sizin kimi bir dövlətdir. Hər birinin silahı var. Hər bir dövlətdə silah var. Atom nüvə başlıqları da var. Hər bir dövlət də öz məmləkətini qoruduğu iqtidarındadır. Hər bir dövlət başqa bir dövlətin qırmızı xəttini tanımalıdır. Ey İran milləti, xalqı, fikirləşməyin ki, Amerika sizə xoşgüzaran vəd edir. Yox, sizin çörəyiniz olmayacaq. Eşidirsinizmi? Əbbəyiniz olmayacaq yeməyə. Baxın, hansı ölkələrə xoşgüzaran yaradıb Amerika. Hansına? Baxın da,
Xəritəni qoyun qarşınıza. Baxın görün, Amerika əlini hansı ölkəyə uzadaraq orada gözəl bir vəziyyət yaradıb. Yox. Mən toyuğun qarşısına səpilən dəndən dəfələrlə danışmışam. Bəli. Tilsimli mesajlardan da danışmışam. Bircə hə dediklə ram olursan. Odur ki, diqqətli olun. Hər bir millətə şamildir bu diqqət. Diqqətli olmaq. Heç kimdən qorxmayın. Ən böyük virus, qorxu virusudur mənim ənslərəm. Bəli. Qorxu virusu ən böyük virusdur. İnsanı məhvə gətirən qorxudur. Hər kəs öz sözünü deməlidir. Bugün sözünü deyə bilmirsənsə, demək, sabah lal qalacaqsan. Hər bir dövlət özünü göstərməlidir bir dövlət başçısı kimi, bir xalq kimi. Əgər sənin dövlətinə xələl gəlibsə, millətin ayağa qaldır. Millət haykırsın, bağırsın. Biz sizdən qorxmuruq desin. Bu bütün millətə, bütün xalqa aiddir. Bəli. Baxın görün, hansı vəziyyətdədir ərəb ölkələri. Hər yeri bombardman edir Netanyahu. Susurlar. Hamı susur. Bəli. Qəzza bölgəsi Həması tərk silah etmək istəyir Netanyahu. Nədən? Bütövlükdə Fələstinə üyə durmaq üçün. O bütün Fələstini istəyir. Fələstin milləti tarixən mövcud olan bir xalqdır. Yəni ki, Fələstin olmasaydı, İsrail də bu torpaqda mövcud olmamalıydı. Baxın, görürsünüzmü? Nədən Fələstin dövləti susur? Nədən sözünü deyə bilmir? Nədən? Çünki ədalət yoxdur. Haqsızlıqdır bu dünyada. Yoxdur. Haqq ədalət. Haqq ədalət tanımır Amerika. Görmürsünüzmü nə deyir? Hamı məndən qorxmalıdır. Nə deyim, nə danışım? Sadəcə məsləhət verməzdim. Bir qeyd edəzdim. Çox aludə olmayan bu süni zəkaya, yəni ki, bir insan olaraq düşünün, daşının ki, sizin Allahın yaratdığı təbii zəkanız var və sizin təbii zəkanıza süni zəka heç zaman qalib gələ bilməz. Bax, bu barədə düşünün, daşının və hər bir işinizin iki tərəfini düşünün. Hər bir işinizin. Bir də yenə də demək istəyərdim ki, nə olardı ki, bu telefon qovşağı mövcudluğunu saxlayardı. Çünki telefon elə bir vasitədir ki, hər bir bəndə kiminləsə ünsiyyət saxlaya bilər. Amma süni zəka ilə onlayn şəkildə internet vasitəsilə olan telefon qovşağı nəyə gərək idi? Axı telefon olduğu halda bu ev telefonlarını nədən bərbad günə qoydunuz? İkinci tərəf. Yenə də təkrar edirəm. İkinci tərəf olmalıdır. Hər bir işdə. Hər bir işdə. Təsəvvür edin. Hər bir vasitə
hər bir, yəni ki, hər nə olursa olsun, istər bank, istər zavod, fabrika, universitetlər, hər şey bir anda sönərsə, nə baş verə bilər? Bunu bilirsinizmi? Bir aya qalıb gedəcək universitetə, deyəcəklər ki, səni tanımırıq. Sən burada oxumursan. Bütün hesab silinib, bank hesabları. Heç kimin pulu yoxdur bankda. Və sair və ilaxır. Zavodda hər əskiliklər, fabrikalarda heç nə bilinmir. Bunu mu istəyirsiniz? Ümumiyyətlə, bir dəfəlik kağızı kənarlaşdırmaq olmaz. Sənin kağızın da olsun, makinan da, hesablama kitabın da olsun, hesablama makinan da. Ümumiyyətlə, ümumi nəzarət olmalıdır məmləkətə. Biz başqa dövlətlərdən fərqli olmalıyıq. Bizim iki tərəfimizdə olmalıdır. Həm özümüzü qoruyan silah-sursatlarımızda, həm də ki, əlimizdə olan bütün işlərdə. Bugünlük bu qədər mənim əzizlərim. Sağ olun, salamat qalın. Bağışlayın, qüsura baxmayın. Biraz boğunuq səslə danışdım, çünki xəstəyəm mənim əzizlərim. Sizə gümrahlı, ən vacibi can sağlığı arzu edirəm mənim əzizlərim. Dilim yenə də topuq vurdu. Mənim əziz dostum, çox sağ ol ki, məni dinlədin. Sadəcə yoz.